Salam balaca birincilər, hər birinizi xoş gördük. Bugün biz sizinlə 4-cü fəsli işləyəcəyik. 4-cü fəslimiz heyvanlar haqqında olan nağıllardır. Gəlin birinci tapşırığımızdan başlayaq. Şəkillərə əsasən nağılların adlarını yaz. Hansı nağıl heyvanlar haqqındadır, həmin şəkli rəngləyəcəyik. Deməli, əvvəlcə nağılların adlarını yazın. Gördüyünüz kimi birinci nağıl Cırtdan nağılıdır. Cırtdan orada yoldaşına deyir ki, məni kürəyində aparmalısan, çünki mən nənəm sizə yağ yaxmacı vermişdi. İkinci nağılımız bildiririk artıq. Ağca və 7 cırtdan idi və yaxud da ağca və cırtdanlar da yaza bilərik. Ağca və cırtdanlar. Mətnin, nağılın adını yazırıq. Üçüncü isə uşaqlar. Yeni dərsliklərdə yarış mətnidir. Tısbağa ilə dovşandır. Amma buradakı iş dəftərində isə kirpi və dovşan nağılıdır. Əslində elə ikisinin də mənası eynidir. Orada da, burada da dovşanın lovğalığından söhbət gedir. Burada kirpiyə lovğalanır ki, sənin ayaqların balacadır, sən məni keçə bilməzsən və nəhayət sonunda uduzur. Amma o birisində isə tısbağaya lovğalıq edir və orada da yenə uduzur. Bizə indi burada deyir ki, hansı nağıl heyvanlar haqqındadır? Artıq gördüyünüz kimi kirpi və dovşan nağılı heyvanlar haqqındadır. Ona görə biz bunu rəngləyəcəyik. Gəlin çalışaq rəngləyək, az da olsa. Məsələn, o hissələri yaşıl rəngdə eləyək ən azından. Buraları. Sonra görək burada bizə uyğun rənglər varmı? Burada bax, bütün rəng qəhvəyə oxşuyur. Ən azından kirpinin bu kostyum hissəsinə qəhvəyi rəng və dovşan ayaqlarını eləyə bilərik. Sonra burada bizə uyğun götürə bilərik boz rəng. Boz rənglə dovşanın yuxarı hissəsini siz daha sərbəli rəngləyərsiniz. Kirpi də əslində qaradır, amma burada qara eləsək kirpi görünməyəcək, kirpini də başlayıb bu rəng elədik. Belə. Siz daha sərbəli rəngləyə bilərsiniz. Yəni biri rənglənməlidir, o da ki, heyvan olan nağıl. Biz də bunu rənglədik. Bu növbət tapşırığımıza deyir ki, aşağıdakı cümlələrdə qırmızı rənglə verilmiş sözlərə diqqət et, onları şir və dovşan nağılının məzmununa uyğun dəyişərək cümlələri köçür. Gəlin baxaq. Birinci cümlədə bizə deyir ki, biri var idi, biri yox idi, mehriban bir şir var idi. Uşaqlar, biz şir və dovşan mətnində gördük ki, şir heç də mehriban deyildi, zalım idi. Ona görə də biz o mehriban sözünü, yəni qırmızı rəngdə verilmiş mehriban sözünü dəyişəcəyik. Burada səliqə ilə yazırıq. Biri var idi. Biri var idi, biri yox idi. Zalım, mehribanı zalımla əvəz edirik. Zalım bir şir var idi. Uşaqlar, yeri düşmüşkən bunu da izah edeyim ki, şir sözünü burada böyünə yazın. Uşaqlar deyir ki, mənim şir həmişə böyünə yazır. Deyirəm, xeyr. Şir burada obraz kimi danışdığı üçün biz onu böyünə yazırıq. Günlərin bir günü növbə kirpiyə çatdı. Günlərin bir günü uşaqlar növbə kirpiyə çatmışdı. Orada yoxsa dovşana. Mətni oxuyan yoldaşlarımız bilirlər ki, günlərin bir günü növbə dovşana çatmışdı, kirpiyə yox. Şirə qalib gələn kim idi? Dovşan idi. Burada mən yazıram dov. Mən bura aşağı düşürəm. Sərgəsiz də olsa yazıram. Siz amma yəqin ki, bura yerləşdirib sərgəli şəkildə yazacaqsınız. Sonuncu, şir özünü gölə atdı. Uşaqlar, dovşan şiri hara aparmışdı? Gölün yanına, yoxsa quyunun yanına? Təbii ki, quyunun yanına. Və onu aldatmışdı. Şir özünü quyuya atmışdı. Quyuya neynədir? Atdı. İndi keçirik səhifə 16-nın izahına. Verilmiş cümlələri uyğun yerlərə yaz. Bu mətnimiz isə heyvanlar haqqındadır yenə də və bu tülkü və leylək nağılına aiddir. Burada bizə hadisələri verir və hadisələrin, baş verən hadisələrin nəticəsində nə olursa bizdən onu soruşur. Gəlin baxaq. Tülkü və leylək təklikdən darıxırdılar. Nəticədə nə oldu? Onlar dost oldular. İkinci cümləni buraya yazacaq. Onlar dost oldular. Sonra nə oldu? Tülkü dovğanı dayaz qaba tökdü. Nəticədə nə oldu? Leylək də dovğanı içə bilmədi. Yazırıq bura leylək dovğanı içə bilmədi. Sonra artıq üçüncü yazır, amma yenə də yoxlayaq. Leylək yeməyi dolçada verdi. Və onun qarşılığı olaraq leylək nə edir? Onun qarşılığında o da əvəzini çıxır tülküdən. O da leyləyin özünü yeyə biləcəyi qabı tökür və nəticədə tülkü onu yeyə bilmir.
Sonra nə baş verir? Təbii ki, onların dostluğu pozuldu. Onların dostluğu pozuldu. Keçəcək növbəti tapşırığımıza. Baxaq görək orada bizdən nə istəyir. Bilendər sənə mesaj göndərib. Əlifbadakı hərflərin sıra nömrələrindən istifadə edərək oxuyuruq. Gəlin baxın. 5-ci əlifbanı artıq yəqin ki, əzbər bilirik və ona görə də bilirik ki, 5-ci bizim rəqəmin yerində duran hərfimiz D hərfidir. 21-də isə O hərfidir. 25-də S, belə yazıram, birləşib. 27 T oldu dost. Keçirik ikinciyə. Bax, heç axtarmağa ehtiyac yoxdur. 5-ci onsuz da bayaq tapdıq ki, D idi. 21 oldu. 25 S, 27 T'dır. Bir dənə qalır burada 1-i yazmalıq. Bir də bilirik ki, əlifbanın birinci hərfi A'dır. Sonra 27-ni onsuz da bilirdik ki, T'dır. 7-ci hərf Ə hərfidir. 20-ci isə N hərfidir. Buraya yazdıq T. Sonuncu rəqəmlərin açmasını yazırıq. 9-cu hərfimiz G hərfidir. 7 Ədir. 24 R hərfidir. 7 yenə Ədir. 16 isə K hərfidir. Və biləndərin bizə göstərmək istədiyi mesaj nədir? Dost dosta təng gərək. Bəli, dost dosta doğrudan təng gəlməsə, onların dostluğu daimi ola bilməz. 16-cı səhifəmizin sonuncu tapşırığında bizə deyir ki, hərflərin əlifbadakı sıra nömrələrindən istifadə etməklə öz adını və soyadını rəqəmlərlə yaz. Siz yəqin ki, öz adınızı yazacaqsınız. Mən də öz adımı yazım ki, sizin üçün nümunə olsun ki, necə işləyəcəksiniz. Gəlin baxaq. Deməli, Ülker yazırıq da. Ü hərfi 29-dadır. Buraya yazırıq 29. L hərfi 18-dədir. Bizə mən bunu silim və bunu biraz da azaldaq qələmimizi ki, rahat olsun. Deməli, Ü hərfi neçə idi? 29. L hərfi 18. K hərfi 16. Ə hərfi 7. R hərfi də 24. Oldu bura Ülker. Sonra bir dəmə buraxırıq səliqəli olsun deyə. Əslində müəllimə yazıram, ancaq müəllimə yazmayaq. Soyadımın özünü yazdım, Məlikova. Yazırıq bura M hərfini 19. Ə hərfi 7. L hərfi bayaq tapmışdıq 18. Məli. İ hərfi 14. K hərfi 16. Məlik. O hərfi 21. V hərfi 30. A hərfi də 1-ci. Ülker Məlikova. Siz bunu daha sərgəli sətrin içində, xananın içində rəqəmlər yaza bilərsiniz. Öz adınız və soyadınızın fərqi yoxdur. Keçək göyərçin və qarışqa nağılına aid olan tapşırıqlarımıza. Gəlin baxın. Bizə deyir ki, göyərçin və qarışqa nağılına aid suallara qısa cavab yaz. Hansı suala mətnimizdə cavab yoxdur? Deyir ki, göyərçin su içmək üçün hara getmişdi? Gördüyünüz kimi burada bizdən istədiyi sual nədir? Hara. Sual əvəzliyimiz haradır və biz o haranın cavabını yazacaq ki, hara getmişdi? Çay qırağına. Çay qırağına. Qırağına. Çay qırağına. Göyərçin suya nə atdı? Göyərçin qarışqanı xilas eləmək üçün suya yarpaq atmışdı. Yazırıq bura yarpaq. Yarpaq nə sualına cavab verir? Biz də onun qarşılığını yazdıq. Yarpaq. Üçüncü sual. Kolların arxasında kim gizlənmişdi? Kolların arxasında bir ovçu gizlənmişdi. Ovçu sözü görürsünüz, kim sualına cavab verir? Ovçu. Sonra ovçunun adı nə idi? Ovçunun adı mətndə var idi. Xeyr, mətnimizdə yox idi. Ovçunun adı mətndə yox idi və cavabı olmayan sualımız da elə bu 4-cü sualdır. Gəlin keçək B tapşırığına. Göyərçin və qarışqa nağılının hansı hissəsinə aid olacaq bu şəkil? Həmin cümləni götürəcəyik. Deməli, görürsünüz ki, göyərçin əlində bir ayağında deyil də bir yarpağı atır çaya ki, qarışqanı xilas eləsin. Burada da var. Göyərçin dimdiyinə yarpaq alıb suya atdı. Gəlin yazaq. Göyərçin. Biraz uzun da yaza bilərsiniz ki, göyərçin onun köməyinə gəldi. Mən yer olmaz deyə qısa yazıram ki, göyərçin neynədir? Dimdiyinə yarpaq. Bu niyə belə yazılır? Yarpaq alıb neynədir? Suya atdı, çaya atdı. Mətnimizdə su yazıb, ona görə mən suya yazıram, suya atdı. Bax belə.
Sonra keçirəm C tapşırığına. Nağıl qəhrəmanlarının adlarını əlifba sırasına uyğun yaz. Biz artıq əlifbanı əzbər bilirik və adlara baxırıq. Adlarda birinci hansı qəhrəman adı yazılmalı? Təbii ki, A hərfi ilə başlayan ad yazılmalıdır. Burada A hərfi ilə yazılan Ağcadır. Ona görə də biz birinci Ağcanı yazacağıq bura. Ağca. İkinci bu hərfi gəlir. Bu hərfinə burada nə var? Biləndər var. Qəhrəmanımız Biləndərin adını yazırıq bura. A, B, C hərfi. C hərfinə burada nə var? Cırtdan var. Ona görə üçüncü cırtdanlı yazacağıq ardıcıllığa uyğun olaraq. A, B, C, Ç yoxdur. D yoxdur. E yoxdur. Ə var. Ə-lə Ələddin var. Gəlin yazaq Ələddin. E, Ə, F. F-la Fatma var. Yığı artıq ardıcıllığa saymıram, çünki bir dənə adımız qalıb. O da qırmızı papaqdır. Onu da ən sonda yazmalıyıq. Qırmızı papaq. Belə. Sonra baxaq, C tapşırığına bizə deyir ki, K hərfinin iştirak etdiyi sözləri dairəyə al. Biz KK artıq fərqini bilirik, yəqin ki, qarışdırmırıq. Kələm sözündə K-dir, kağızda K-dir, traktorda K-dır, ona görə bunu dairəyə alacaq. Kanalda K-dır, keçidə K-dir, tankda K-dır, tükdə K-dir, kirpidə K-dir, kralda isə K-dır. Və gəlin nağıllarla bağlı olan tapşırıqları da, ünlülər tapşırıqları sizinlə birlikdə işləyək. Verilmiş açar sözləri uyğun nağıl qəhrəmanların adları qarşısında yaz. Uşaqlar, burada xarakterlər, xüsusiyyətlər verilib və bizim də mətnimizin qəhrəmanlarının obrazlarının adları verilib. Birinci tacir, sehirli fırça mətnimizdə olan tacir. Tacirin xüsusiyyətini biz təbii ki, nə ilə uyğunlaşdıra bilərik? Tamahkarlıqla. O tamahkarlığı ucbatından, əlində olanlar da onun əlindən çıxır və yumuşaq ilə çox gözəl bir dərs verir. Tamahkarlığı buna qeyd elədik. Sonra kraliça, ağca və cırtdanlar. Ağca və cırtdanlara biz aid eləyə bilərik nəyi? Paxıllığı. Çünki orada kraliça özünün ögey qızını çox paxıllıq, çox onu qısqandığını, gözəlliyini qısqandığına görə məhz onu zəhərləyib öldürmək istəmişdi. Sonra göyərçin qarışqa və göyərçin mətnində göyərçin obrazı nə edirdi? Təbii ki, yaxşılıq eləyirdi və heç vaxt uşaqlar yaxşılıq etmir. Biz onu o mətndə də gördük. Yaxşılığı bura yazırıq. Biləndər isə biləndəri artıq hər birimiz bilirik ki, biləndər yaşı az olmağına baxmayaraq öz hazır cavablığı ilə hazır cavablıq. Bunu da biləndərə aid edirik. Bütün kəndi xilas eləmişdi. Obrazlarla onların xarakterini uyğunlaşdırın. Cırtdanlar necə idilər? Təbii ki, qonaqpərvər idilər. Çünki Ağcanın özlərinə qonaq seçmişdilər. Biləndər necə idi? Biləndər təbii ki, ağıllı idi. Tacir. Tacir tamahkar idi. Kraliça isə çox qəddar idi uşaqlar. Şəxs adlarında buraxılmış səhvləri düzəltməklə cümlələri köçürün. Gəlin baxaq. Kraliça, Ağca səndən də gözəldir. Burada uşaqlar Ağca bizim obrazımızdır və insan adıdır və burada səhvə yol veriblər. Ağca böyük A-nın yazılmalıydı. Gəlin biz bu səhvi düzəldək. İnşallah ki, biz də səliqəli yaza bilərik bura. Kraliçam. Hərfləri bir-birinə bitişik yazın. Mən də əlimdən çıxır qələm ona görə. Kraliçam. Ağca. Səndən. də mən yerim burada az qalır, amma sizdə əminəm ki, çatacaq. Gözəldir. Belə. Cümlə tam köçürəcəksiniz. Nənəsi Aylinə nağıl danışırdı. Aylin burada qız adıdır, şəxs adıdır və onun adı mütləq şəkildə böyük hərflə yazılmalı. İstər mətnin, nağıl cümlənin ortasında, istər sonunda. Bunu da düzəldəcək ki, nənəsi. Aylin sözünü düzgün yazacaq. Aylinə neyinirdi? Nağıl danışırdı. Yazırıq nağıl. Danışırdı. Bax belə. Vəzir Biləndərə baxıb düşündü. Biləndərin çox ağıllı bir uşaq olduğunu və Biləndərin insan adı olduğunu, yəqin ki, biz bu nağıllarımızda artıq öyrəndik. Biləndər şəxs adıdır və bu da mütləq şəkildə böyünə yazılmalıdır. Vəzir Biləndərə baxıb düşündü. Səhvimizi düzəldirik və köçürdürük. Biləndərə baxıb düşündü. Düşündü. Fikir bitdi. Nöqtəmizi qoyduq və keçirik növbəti tapşırığımıza. Əlifba sırasında buraxılmış hərfləri yaz. A-dan sonra B gəlir. Bunu bilirik. C-dən sonra Ç gəlir. D-dən sonra E gəlir. Ə-dən sonra F gəlir. G-dan sonra H gəlir. H-dan sonra X gəlir.
R. X'dan sonra J'ni buraxıblar. Biz iki hərfi birdən buraxıblar. X'dən sonra I-ni yazacağıq. I-dan sonra I. I, sonra J'ni yazacağıq. J buradadır. J, K, G, L, M, N, O, P, R, S, Ş, T, U, Ü, V, Y, Z. Y3 oxşadı. Növbəti səhifə isə artıq yeni mövzudur. Onun da izahını sonra çəkəcəm. Sizin üçün ümid edirəm yararlı oldu balacalar. Növbəti videolarda görüşənədək. Hələlik.